İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam edir. Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə, 115 nəfər yola salınıb. Onlar ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İçeriden de bırak yani. 30 il Horovlu kəndində müəllim işləmişəm, idman müəllim işləmişəm, orta məktəbində. İndi oraya qayıtmamı çox sevindirəm, həm də yurdumuzdur. Allah şəhidlərimizi rəhmət eləsin. Onların qanı bahasını alınmış torpağımıza qayıdırıq. Allah qazilərimizin canını sağ eləsin, Allah onlara kömək olsun, Allah onların arxasında dursun. Allah rəhbərimizin canını sağ eləsin, dövlətimizin yenməz bayrağını bir dəfə yuxarılara qaldırsın, göylərə qaldırsın. Mən sevinirəm ki, nəhayət elim obama qayıdıram. Birinci səfərdə qayıdıram. Mənim qardaşım oğlu şəhiddir, qardaşım şəhiddir. Mən fəxr eləyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canını sağ eləsin. İndi bugün mənim oğlum köçür. Oğlum oradan gələndə 7 yaşı var idi. İndi şükür Allahın özünə ki, bugün ailəsi ilə, uşağı ilə mənim oğlum öz doğma vətənimizə köçür.